Duolingo belə bir proqramdır. Əsas səhifəni göstərirəm. Burada bizim dərs proqramlarıdır. Modul 8. Məsələn, burada modullar var. İşlədikcə mərhələ-mərhələ bu modulları keçirik, öyrəndikcə. Məsələn, mən hal-hazırda 8-ci moduldayam. 36-cı dərsi də bitirməyə az qalıb artıq. Məsələn, birinci modul çox asan bir moduldur. Yavaş-yavaş səviyyəni keçirik. 5 bal toplayırıq. Hər mərhələdə əgər %100 doğru nəticə olsa, biz buradan 10 bal ala bilərik. Məsələn, burada şəkillərdən göstərir əvvəlcə. Hal-hazırda məsələn, mən rus dilli biri kimi daxil olmuşam Duolingoya və ingilis dili öyrənirəm pre-intermediate səviyyədə. Yəni A səviyyəsi ilə B səviyyəsi arasında bir səviyyədir bu. Bildiyimiz kimi pre-intermediate səviyyəsi deyə bir şey yoxdur. Sadəcə olaraq o keçid var. Yəni deyirlər ki, A1 səviyyəsindən B1 səviyyəsinə əksər tələbələr keçid etdikdə dayanırlar. Yəni əksər tələbələr artıq ingilis dilində müəyyən qədər bilgi əldə etdikdə, yəni A1 səviyyəsini tam bitirdikdən sonra B1 səviyyəsinə keçidli hər halda yetərli hesab edirlər. Ona görə də bu səviyyə bir növ intermediate, pre-intermediate səviyyə adlandırılıb. Məsələn, burada professor axtarırıq. Burada yazılıb, rusca yazılıb, ingiliscə tapmalıyıq. Professor. My mom is from Kazakhstan. Birinci sualımızda vocabulary, yəni sözlükdən bir nümunə öyrəndik və bunu indi isə eşitdiyimizi deməliyik. Повторите это предложение вслух. Bu cümləni eşidərək təkrar edin deyir. İndi biz burada eşitdiyimizi təkrar etməliyik. My mom is from Kazakhstan. Beləliklə, burada nəticəmizi göstərir və nəticə olaraq tərcüməsini verir. Moya mama is Kazakhstana. Tərcüməsini rusca götürürük. Çünki mən rus dilli vətəndaş kimi, rus dilini bilən bir vətəndaş kimi burada qeydətdən keçmişəm. Onu deyim ki, Duolingo'da Azərbaycan dili yoxdur. Türk dili var. Türk dilli vətəndaş öz dilində ingilis dilini öyrənə bilər. Rus dilli vətəndaş rus dilini, yəni ana dili rus dili olan bir şəxs ingilis dilini burada öyrənə bilər. Eyni zamanda başqa dillər də var. Məsələn, ərəb dili var, şərq dilləri var, bildiyimiz kimi. Kök dillər var, Avropa dilləri var. Yəni burada belə deyim, bir çox dil var. Azərbaycan dilini görməmişəm. Fərqli qrafikada olan dillər də var. Məsələn, Koreya dili var, bildiyimiz kimi. Və burada tərcüməsini verir. Moya mama is Kazakhstan. Eyni zamanda burada əgər burada nəsə bir problem görmüsünüzsə, tərcümə falan, onu göstərə bilərsiniz. Bu başqa bir şeydir, yəni. Bunu çox istifadə edəmirik. Adətən heç bir səhv qarşımıza çıxmır. Amma Duolingo yükləndiyi müddətdə, yüklənmə də demək olar ki, çox olmur. Heç demək olar qarşıma çıxmıyor. Nəsə, bura heç bir şey lazım deyil. Burada isə gördüyünüz kimi canımız var. Bu bir çox oyundan bizə tanışdır. Bu bizə imkan verir ki, yəni Duolingo'nun təqdim etdiyi kimi bu ürək bizə verməsi. Əgər biz bu tapşırıqda səhvə yol verərsək, My family. Bu bizim dərsi yenidən təkrar başlamaq məcburiyyətində qalmaqla stressləndirmir. Yəni belə deyək, sən səhv edirsən və qorxursan ki, yenidən dərsi bir də başlayacaqsan və yəni səhv eləməkdən qorxmursan. Sənə şans verir. İndi isə что вы услышали? Yəni nə eşidirsən? Burada görürsünüz ki, heç bir cümlə yoxdur, yazı formada yox. Sadəcə eşitdiyini yazmalısan. My family. My family seçdin. Göstərilən sözlərdən seçib cümlə yazmalısan. My family. Family. Ilə söz və yaxud da ki, söz birləşməsi. I am not a student. Yenə eyni tapşırıq. I am not a student.
I am not a student. My sister. My sister. Yine yeni söz. Выберите слова студентка. Studentka. Student. By. Burada isə səs və hərf uyğunluğunu müəyyənləşdirmək və səsimizin səs tutma qabiliyyətini öyrədir. Yəni qulağımız daha da itilənir. Eşitmə qabiliyyətimiz itilənir burada. By. By. Baby. By. Yoxlayırıq və seçirik düzgün variantı. Nə eşidirsiniz yazır. This is Maxime. He is. Burada söz This. altında əgər bu sözləri rus dilində Famous. This is. burada iz yazır, amma rus dilində izin ayrıca bir belə deyək xəbərli şəkilçisi ayrıca olmadığına görə baxın bu formada var. Ümumiyyətlə Duolingo'da dili öyrədərkən qarşılıqlar əksər hallarda verilir. Maxime. He is famous. Baxın, hər birinin qarşılığı var. Bu Maxime. sınaq dərslərində, yəni Maxime. dərslərdə var. This is Maxim. He is famous. Mama. Mom. İndi isə səs yoxdur, sadəcə sözü tapmalıyıq. Bu veriti vermək variantı. Düzgün variantı seçin. Bu nədir? Simya, ailə. Family. Propustit əgər başa düşmürsənsə ötürürsən. Səhv etmə ehtimalın var. Əmin deyilsən, bunu ötürürsən. This is Anna. She is famous. This is Anna, she is famous. Это Anna. Напишите на русском. Bu dəfə ingiliscə verir və rusca tapmalısan. Это Anna. Она известная. Burada görürsünüz ki, hər dəfə fərqli-fərqli avatarlar çıxır. Gördüyünüz kimi, hər millətdən, hər milləti təmsil edən avatarlar burada özünü göstərir və bunlar səhv cavab verdikdə səninlə birlikdə məyus olur, belə deyək. Qələbə çaldıqda səninlə birlikdə sevinir. Və məsələn, burada səhv bir variant seçək. Onun he deməkdir. Məsələn, hello yazıram. Hello. Versəm. Bax, gördün? Правильный ответ. Doğru cavabı göstərir burada. Sən əgər səhv etsən, burada sənin canın olduğuna görə şansın var ki, buradakı doğru cavabı yadında saxlayıb, gələn dəfə düzgün cavab versən. Çünki səhv etdiyin sualı düzgün cavab verənə qədər səni təkrar sınayır. Əslində, indi burada səhv cavab vermişiksə, sonda sənin üçün bu tapşırıq yenidən verir. Əgər bu tapşırığı bitirməsən, növbəti mərhələyə keçə bilmirsən. Ship. Ship. Sip. Ship. Yenə də əgər burada başa düşmürsənsə, ne могу слушать, dinləyə bilmirəm yazırsan, yəni məsələn deyək ki, avtobusda gedirsən, qulaqlıqların yoxdur. Yazırsan ki, ne могу слушать, eşidə bilmirəm, onda başqa bir tapşırığa keçir. Məsələn, burada shift cavab, cavabı verib keçə bilərsən. Məsələn, yazırsan ki, hal-hazırda qulaq asa bilmirəm, onda sənə şans verir. 15 dəqiqə ərzində bu tapşırığı, yəni səsli tapşırığı sənə verməyəcək. Yəni 15 dəqiqə sonra yenidən bu səsli tapşırıq gəlir. Və keçdiyinə görə də səndən bal çıxmır. Student tapırıq. Student. This is Maxime, my brother. Mom. My brother is famous. My dad is from Belarus.
Və beləliklə gəldik səhv elədiyimiz tapşırığa. Bax görürsüz, təkrar gəlib. 10 nə idi? He. Əgər bunu cavablandıra bilməsən, balın gedəcək məsələn. Okay. Və bu tapşırıq yenidən gəlir. He. Ta balınız gedənə qədər. Əgər balınız tamamilə bitsə, yəni burada ürəyiniz bitir, deyilmi? Deməli 8 suala düzgün cavab vermişik. Bayaq çünki 2 dənə səhvə yol verdik sınaq üçün və burada 89% göstərmiş oluruq. Burada etdiyimiz tapşırıqları görə bilirik. Yəni dərsdə nələr etmişiksə görə bilirik. Harda səhvlər eləmişik. Görürsüz, burada var. Burada sevinir. Bu Duolingo'dur. Yəni bilirik ki, bilgəlik rəmzi, zəka rəmzi olan bayquş təmsil edir Duolingo'nu. Bu isə sevinən. Sevinən, vışdo, şpion. Belə və məsələn burada biz görürük ki 50 dərs bitirmək hədəf qoymuşuq ki 50 dərs bitirəcəyik. 15 dəqiqə məşq olacağıq biz bu dərslə və 12 dənə dərsi səsli dərsi bitirəcəyik. Və beləliklə keçdik və almazlarımızı aldıq. Bu da balımız. Beləliklə, burada növbəti tapşırıqlar var. 10 bal yığa bilərik, 80 bal yığa bilərik. Beləliklə, burada da bizim reytingimiz var. Hal-hazırda birinciyik, 1244 balla. Burada da etməli olduğumuz tapşırıqları göstərir. Yəni, gündəlik tapşırıqlar bunlardır. 50-yə çatdırmalıyıq, hələ 50-yə çatdırmamışıq. Və burada da ödənişli şəkildə 2 həftəlik pulsuz və burada artıq reklamsız, heç bir səhvsiz dərs təklif edir sizə. Sadəcə praktikaya. Və əgər balımız yoxdursa, nə edə bilərik? Buradan xal toplaya bilərik. Əgər almazımız, bizdə hazırda 58 almaz var. Və əgər 350 almazımız olsa, ürək ala bilirik. Yoxsa yenidən məşqə girişirik və məşqdən sonra biz ürəyimizi götürə bilərik. Məsələn, Farmer. It guessed this this. is the guest room where our relatives stay. We won't be hungry because I have snacks in my bag. Won't. Ne budu? Ne budim? Çünki mı olanda budim olur. Burada Won't. qrammatik cəhətdən göstərib. Be hungry Голодные. Мы не будем голодные Because. потому что у меня есть закуски в моей сумке. I am a fashion expert. I know a lot about the fashion industry. A local farmer owns this field. Yerli fermerlər This. tarlaların sahibidir. Местный фермер владеет этим полем. Tarlanın sahibidir. Villains. Show are. Really? Villains. Show. Are all really expensive olabilir. Taxılmış. Nəsə
All the cast became big stars, right? All the cast became big stars, right? Don't worry, we won't be late. Next time, ask an expert to take your photo. Next time, ask an expert to take your photo. Koy rüzgar. Sen burada bilmirsiniz neyle başlayasınız. Böyük hərfin təbii ki göstərir. Your Böyük hərfdən başlayar. Sənin backpack, Мне очень нравится. which I like. So, I like a lot is so heavy. такой тяжелый. Моя обувь, которая плохо для похода. Mənim ayaqqabılarım gəzinti üçün pis olan ayaqqabılarım. Bad for ola bilər. For walking olar hər halda. Dırmaşmaq üçün. Hiking. Dırmaşmaq üçün. Və moje rüksak. Yəni demək istəyir ki, ayaqqabılarımı çıxartmışam. Çantamdan. Deməli, in my bag. In my backpack. My above. Which плохо для bad. Deməli, burada ar yazmamışıq. İki səhvimiz var. Are you trying your sweetest? Burada məsələn can itirmə yoxdur. İstədiyin qədər məşq eləyə bilərsən, amma canı gec qazanacaqsan. Yəni səhv eləsən gec qazanacaqsan. Ты привязываешь. Are trying. Are you trying your sweater? Are you trying your sweater? К своему рюкзаку. Sweater. Biraz qəribə soruldu. Trying for olmaz axı. Are you? To are yazmamışam, həm də yox yazmamışam. Ona görə the map which is really old. Xəritə həqiqətən çox köhnədir. Karta, которая очень старая, в рюкзак Бена. Is in Ben's backpack. Is in Ben's. Burada değil. Back. Söz yazmışam ama fermer, farmer.
Bugün metodunu istifadə etməyəcək demişdik. We will not take the subway today. İndi gəlin səhvlərimizi eləməyə. The violence on this show are really evil. My обвкаторе плохо дали походу в моем рюкзак. Hiking, baxın görürsüz, səhv etdiyim yeri verir. Əvvəlcə heç bir şey yox idi burada, yadınıza gəlirsə. Bir dənə burada səhv eləmişdik, düzdürmü? Nə yazmamışdıq? Are yazmamışdıq. Are in my backpack. Səhv etdiyimiz yeri göstərir. Sonra bura qədər düz yazmışdıq, düzdür? Ты привязываешь свой свитер к своему рюкзаку. Sweater to your backpack. Beləliklə səhv etdiyimiz yerlər düzəldə bilirik. Bu rüksək ilə burada heç nə yox idi, yadınıza gəlirsə, bura tamamilə boş idi, hər şey özümüz yazmalıydı. Səhvlərimizi indi düzəldirik. Səhv etdiyimiz yerləri bizə göstərir ki, burada səhv eləmişdim. Твой рюкзак, который мне очень нравится, такой тяжелый. Your backpack, which-də səhv yazmışıq, düzdür? H olmalıdır. Which I like a lot. Salam. İndi isə aldıq nəyi? Ürəyimizin birini aldıq. Baxın. 10 bal verdi. Normalda əgər çox 100% olsa 15 bal verəcəkdi. Burada yenidən imtahanı, yəni məşqə girə bilərsən, yəni sınaq eləyə bilərsən və buradan və ürək qazana bilərsən. Məsələn, bundan sonra ikinci bir ürəyimizi qazandıq və davam edirik. Burada isə bizə reklam gəlir ki, baxın, burada səslər öyrənə bilərik. Catch. Catch. Mouse. Mouse. Couch. Couch. Baxın. Catch. Couch. Catch. Couch. Couch. Mass. Mass. Mouse. Mass. 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 Couch. 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 Catch. Couch. Catch. Couch. Mouse. Mass. Mouse. Mass. Mass. Mouse. Couch. 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 Mass. Mouse. Mass. Mouse. Mass. Mouse. Catch. 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 Yəni insanlardır. Catch. Catch. Görürsən, iki fərqli söz kimi yazdım və burada göstərir ki, əslində ikisi də eynidir və burada tələffüzünü göstərir. Не совсем продолжаем тренироваться. Couch. İndi sən deməlisən. Couch. 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 Catch. 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 Catch.
sefer demək mən Catch. sevdim. İndi göstərmir. Catch. 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 Mass. Məsələn, eşitmədiz və yaxud da ki, yaxşı başa düşmədiz. Mass. Bir dəfə sizin üçün burada göstərəcəm. Mass. 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 Это прозвучало очень естественно. Естественно. Neyse. Mouse. Mouse. Couch. Couch. Mass. Catch. 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 Səhvlərimizi yenidən bizə göstərir. Bekləm, слышишь, каждым разом, hər dəfəsində все лучше. Улавливайте звуки. Hər dəfəsində səsləri daha yaxşı tuta bilirsən demək istəyir. Daha yaxşı eşidirsən. Səsliyin artırılır. Və suallara da baxa bilirsən. Catch. Mouse. Couch. Mass. Couch. Və beləliklə 50 dərsi bitirmiş olduq. Hədəfimiz bu idi ki, 50 dərs bitirəcəyik. Buradan əldə xalq qazanacaq. Beləliklə bugünün bitdi. Deməli, gündəlik 50 xal qazanmağı qarşımıza məqsəd qoymuşduq. Mən rusca yazıram. Deyirəm, 15 dəqiqə sərf etməyi vaxt qoymuşdum qarşıma, hədəf qoymuşdum qabağıma. Və gördüyünüz kimi Hala, bu bizim hədəfimizdir. Hər gün dinləməni etməliyik. Və beləliklə burada görürsünüz ki, reklam falan var. Etməmək üçün reklam əldə etməyim. Reklam gəlməsin deyə. Və hər tapşırığın sonunda 5 almaz qazanırıq. Və beləliklə 63 almazımız oldu. Və 350 almaz toplamalıyıq. Və üçüncü ürəyi qazandı. 3 saat ərzində sənə üçüncü ürək gələcək. Və profilini istədiyin kimi dəyişə bilərsən. Hansı dilləri öyrənirsən onu göstərir. Məsələn, ingilis dilini, ana dili türk olan bir vətəndaş kimi öyrənib. 22.867 balım var. Oradan öyrənmişəm. Sonra türk dili ilə rus dilini, İngilis dilli biri kimi ərəb dilini, çünki ərəb dilini İngilis müəllimi hazırlayıb hər halda, ona görə də ərəb dilini, yəni rus dilinin də bir rus ana dili rus dili kimi qeyd edib də öyrənmək olar. Koreya dili var burada. İngilis dilini bilən bir vətəndaş Koreya dilini, məsələn rus dilində də var. Koreya rus tərcüməsində var, amma mən İngilis dilində daha rahat başa düşdüyümə görə. Bir də türkçə də var. Koreya dilini türkçədə öyrənmək olar.
Məsələn, baxın, burada sınamışam. Esperanto dili maraqlı gəlib məsələn. Burada fransız dili, məsələn, latın dili, türk dili, alman dili, Koreya dili 275 bal, ərəb dili. Bunlar bizim yazdığımız hallardır. Məsələn, buradan seçə bilirik. İstədiyimiz bir kursu götürə bilərik. Məsələn, mən yazmışam ki, я говорю на русском. Mən rus dilində danışıram. Və yaxud yaza bilərəm ki, mən... Məsələn, burada hansı dillər var? Baxın, görürsünüz. Hansı dildə danışırıq var, rusca var. Ancaq bu dillər, burada gördüyümüz dillərin istifadə edərək dərs öyrənə bilərik. Hansı dillərdə danışanlar üçün dərslər var, onlar göstərir. Məsələn, görürsünüz, Azərbaycan dilində bir vətəndaş burada dilləri Azərbaycan dilində öyrənə bilmir. Məsələn, türk dilində öyrənmək olar. Türk dilli olduğumuzu göstəririk və istədiyimiz я говорю на турецком. İndi buradan türk dilli vətəndaş nəyi öyrənə bilər? Bunlar verir, görürsünüz. Məsələn, mən deyirəm ki, ingiliscə danışıram. İngilis dilli vətəndaş bunları öyrənə bilər. Məsələn, burada əlavə musiqi də var. Bu ancaq iOS üçündür. Riyaziyyatı da ancaq iOS üçündür. Baxın, ingilis dilli vətəndaş bunları öyrənə bilər. Sonra məsələn, alman vətəndaş deyək ki, ancaq bu dilləri öyrənə bilər və bu tapşırıqlar eləyə bilər. Azərbaycan dili görürsünüz ki, heç yox, təəssüflər olsun ki. Türk dilli vətəndaş da bunları öyrənə bilər. Məsələn, ingilis dilinə keçək. Və bizim proqram dəyişir, öyrən, səslər, alışdırma yap, puan tabloları, görevlər, mağaza. Üçüncü qısımdayıq, məsələn, burada qısım adlanır. Modul, gözdən geçir var mesela burada. Adı yazılı, içecek teklif et ve kabul et. Tek mücadele. Mesela burada alınmır. 40 bal toplamaq üçün hər halda bunu eləyə bilmirik. Çox təəssüf ki, eləyə bilmirik. Hoşça kal. Goodbye. Goodbye. Hello. Hello. Merhaba. Milk. With milk and sugar. Water. Coffee and tea. Sugar. Hello. Please. Milk. Coffee or water? Burada hikayeler de var, diyaloglar da var. Please.
Coffee. Milk. Sugar. Tea or coffee? Thank you. Thank you. Tea or water? Welcome. Welcome. Thank you. Goodbye. Thank you. Goodbye. Welcome. Welcome. Tea with sugar. Tea with sugar. Welcome. 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 Bu ekstra zor mücadele tamamlayarak efsanevi düzeye çık. Efsane olmaya yaklaş. Mücadele başlamak için zafer kullanın. Diğer daha sınırsız deneme için çıkarın. Mesela çok sayısız şehir testinde bunu edebilerek kazanabilmeliyiz. Mesela bu birinci kısmıydı. Ve burada neleri verecekse, neleri öğrenecekse bu da gösterir. Ve keçirik. Netlerimize baxırıq. Məsələn, burada görürük ki, 8-ci qismə gəlmək istəyirsən. Atla. Atlamaq üçün bu testi geçmen lazım. The superhero movies are boring. It is the same story over and over again. The man's hat would just be an ordinary hat if he hadn't Placed. professor in it. Wolves and dogs are relatives. That's why they sometimes look alike. Canavarlar və itlər qohumdurlar. Ona görə də onlar bəzən bənzəyirlər. The superhero movie we watched had a suspicious villain who was always Hiding. in the shadows. Biz süper qəhrəmanları filmlərdə görürük ki, kölgələrdə gizlənir. If I knew martial arts, əgər bilsəydim martial arts, hərbi sözü bilsəydim, I'd fight anybody who chooses Allah peaceful city. In this superhero movie, the main character uses his powers to save the day. He'd have a better suit if he could afford one. Əgər tam nə dediyini anlamırıqsa, burada spağa yürüyüşündən. He'd have a better suit if he could afford one. Spağa sürəsindən istifadə edə bilərik. Məsələn, mən buradan istifadə etməyə çox da məsləhət görmürəm. Məsələn, mən necə edirəm? Başa düşmədikdə birinci dəfə yazıram, qulaq asıram, yazıram. He'd have a better suit if he could afford one. Sən bura qədər anladım, yadımda saxlaya bildim. He'd have a better suit if he could afford one. He'd have a better suit if he could afford one. He'd have a better suit if he could afford one. He'd have a better suit if he could afford one. Məsələn, bu cür başa düşdüm. Və heç bir məna tuta bilmədim. Ona görə bir dəfə buradan qulaq asıram. He'd have a better suit if he could
afford one. He'd have a better suit if he could afford one. The bad guy that was catching James would have grabbed him if James hadn't been so fast. Fast. I wouldn't have chosen that movie if I were you. I wouldn't have chosen that movie if I were you. I wouldn't have chosen that movie if I were you. Şimdi baxıram görüm nəyi atlamışam. I wouldn't have chosen that movie if I were you. Movie almalıydım. Bir baxaq görüm düzdürmü? I wouldn't have chosen that movie if I were you. Sənin yerinə olsaydım bu filmi seçərdim. Sən burada nəyi səhv eləmişəm? Yo yazmışam və burada da inkarlı formasını düzgün yazmalıydım. Bigger. He wouldn't fit in the yard. Tinier. Lisa can make things grow. Bunun tərcüməsini yazmayıb. Səhvimiz oldu. Görə bu nə demək istəyirmiş. Punch the monster in the nose. Punch the monster in the nose. Punch the monster in the nose. Movie. I would have enjoyed the movie more if I wasn't a scientist. I would have enjoyed the movie more if I wasn't a scientist. I would have enjoyed the movie more if I wasn't a scientist. I would have enjoyed the movie more if I wasn't a scientist. I would have enjoyed the movie more if I wasn't a
Scientist. Əgər alim olmasaydım bəyənməzdim. Bu filmdən həzz almazdım əgər alim olmasaydım. Demək ki, elmi bir filmi baxırmış. Nəyə səhv eləmişəm? I would have enjoyed the movie more if I wasn't a scientist. Çünki burada mütləq artıqı olmalıdır. Sayılan isim olduğu üçün. They chased him, but he didn't get caught. 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 Bəzən They chased him, but he didn't get caught. They chased him, but he didn't get caught. caught. They chased him but he didn't catch. Və keçə bilmədik. Mərhələni keçə bilmədik. 8-ci qismə atlamalıyız. Wolves and dogs. You should go watch the new superhero movie. Movie. The Lion King super movie. You get caught. The hero gets caught by the Villain. Words are boring. This is in again. In this superhero movie, the main Character. Criminal. Fast. Punch the monster in the nose. Punch the monster in the nose. I've heard of it, but I've never watched it. I've heard of it, but I've never watched it. I've heard of it, but I've never watched it. I've heard of it, but I've never watched it. I've heard of it, but I've never watched it. Would you have watched it if you didn't like comic books? Would you have watched it if you didn't like comic books? Would you have watched it if you didn't like comic books? Would you have watched it if you didn't like comic books? Would you have watched it if you didn't like comic books?
Would you have watched it if you didn't like comic books? If I hadn't read the book, I would be so confused now. If I hadn't read the book, I would be so confused now. If I hadn't read the book, I would be so confused now. If I hadn't read the book, I would be so confused now. If I hadn't read the book, I would be so confused now. If I hadn't read the book, I would be so confused now. If I hadn't read the book, I would be so confused now. The monster has a long tail. The monster has a long tail. The monster has a long tail. Var. Mesela oturumu kapat. Login hesabın varsa buradan birini seçirsen veya kayıt olabilirsen hesap açabilirsen zaten hesaba başla yazabilirsen burada mesela hesap yüklemeden de başlayabilirsen yani. Mesela Türkçe varsa mesela burada hobiler var. Gördüğünüz gibi Arap dilde var. Rusça var, Japon kariyer dili var. Çin dili var, Ukrayna dili var, Tagalog falan filan. I want to learn. Ne öğrenmek istedim. Yunan dili var, Vietnam dili var. Latin, İsveç, İran, mesela İsrail. I want to learn. Hi there, I am Joe. Let's get this party started. Bunun için parti sayılır yani. Sıkıcı ders o değil de yani. Demek ki partide bu. How did you get about? Hamısı soruşturmuşum. Doğrusu ben bunu harın öğrendiğimi hatırlamıram. YouTube'da da görmüşəm, Facebook'da, Instagram'da da görmüşəm. Dostlarımda, ailemdə rastlamamışam açığı. Dediyim ailem üçün məsləhət gördüyüm ilk şəxs mən oldum. Amma yine de burada belə yazıram. Çünki Facebook'da elə mənim ailəm var. Mesela nəyə görə öyrənmək istəyirsən? Türk dilini səyahət üçün, vaxtımı düzgün təşkil etmək üçün, sadəcə əyləncə üçün, insanlarla ünsiyyət üçün, let's prepare you for conversation. Məsələn, təhsilimi davam etdirmək üçün, dəstəkləmək üçün, let's ace this test. Məsələn, boost my career.
travel, vaxtını dəyərləndirmək üçün, həzz üçün, insanların yüksək üçün, təhsil üçün. Mən də ən çətinini seçiyorum təhsil üçün. Təhsilimi. Bu da əsasdır. Məsələn, bunu da götürmək olar. Nə bilirsən onun haqqında? Mən deyirəm ki, heç nə bilmirəm və burada yeniyəm. Nə əldə edə bilərsən? Məsələn, bu pulludur. Deməli, stressiz danışmaq və dinləmək bacarıqları. Burada isə nəhəng bir vocabulary. Məsələn, burada göstərir ki, çox güclü bir sözlük əldə edəcəksən. Gündəlik nə qədər vaxt ayırmaq fikrim var. Deyirəm ki, məsələn, mən 20 dəqiqə ayıracağım və 20 dəqiqədə həftədə demək 100 söz öyrənəcəksən. Əgər 5 dəqiqə sərf edəcəksənsə, həftə 25 söz deməkdir. I remind you to practice so it becomes a habit. Deyir ki, mən sənə praktikanı xatırladacağam və vərdiş yaranacaq səndə. Hər dəfə deyir, mən sənə xatırladacağam və vərdiş yaranacaq. Bu çox yaxşı bir şeydir. Və sənə icazə verirsən ki, sənə xatırlatsın Duolingo bunu. Çünki xatırlatmırsan da. Çünki yəni uğurun əsas şərti disiplindir, davamlılıqdır. Motivasiya əsasdır. Burada motivasiya üçün hər şey var demək olar. Çünki ballar verir sənə. Rəqabət imkanı var, şans imkanı var. Sevinirsən də birlikdə, stressi atırsan. Var yəni burada bir çox şey var. Yəni səs, görüntü falan. Amma burada sənə disiplini yaratmaq istəyir və deyir ki, mən sənə mütləq şəkildə xatırladacağam ki, qoy disiplin formalaşsın səndə, vərdiş alsın. Deməli, burada find my level. Yəni ki, bu bizə bildiriş göndərə bilər. Əgər sizin vaxtınız yoxdursa, 5 dəqiqə sərf edə bilərsiniz, Duolingo'da vaxt sərf edə bilərsiniz və beləliklə də vərdiş hal alacaq. Vərdiş hal almaq çox yaxşı bir şeydir. Gün ərzində 20 dəqiqədə məşğul ola bilərsiniz, 15 dəqiqədə, 10 dəqiqədə, 5 dəqiqədə məşğul ola bilərsiniz. Əsas məsələ Duolingo sizə nə vaxt bildiriş göndərsə, girib 5 dəqiqəsini ayırmalısınız. Vərdiş yaransın ki, o dili öyrənəsiniz. Bu çox vacibdir. Məsələn, burada sənin səviyyəni tapmağa çalışır, bilmək istəyir ki, sənin səviyyən nədir və burada da deyir ki, lap sıfırdan başla. Məsələn, mənə maraqlı görün, səviyyəm nədir? Birinci bölmədən başlayırıq. Beləliklə, love. Love hər halda bura şəkildən baxıb biləcəyik. Şəkil vasitəsindən öyrəndik. Hər deyir səhvin bir ürəyini götürəcək. Stay sharp. Yəni, iki zehinli ol demək istəyir. Əlində fokusiyən demək istəyir ki, sürətli ol, bura fokuslan və ürəyini saxlamağa çalış. Remember that you can always hover over words to see what they mean. Yadda saxla ki, gördüyün, yəni mənalarını gördüyün sözləri həmişə burada görəcəksən də yəni. Bunun nə olduğunu mən bilmirəm. Ona görə də love yazılıb. Tamam. Bax, gördük. İndi burada gördüyüm sözü yadda saxlamalıyam. Çünki təkrar mənim qabağıma çıxacaq. Bu formada görünüş love deməkdir. Baxaq görək, mən bunu öyrənə biləcəm mi? Məsələn, bu yeni sözdür. Bunun nə olduğunu bilmirəm. Görünüş olaraq, çünki bu əlifbanı bilmirəm. Bu ata deməkmiş. Yəni ki, bu mənim atam olacaq. Yox, atam gəlir. Is coming dad. Demək ki, burada sual işarəsi sondadır. Bu da yeni sözdür. Bu dad deməkdir. Bu da gəlir deməkdir. İki işarədən ibarətdir. Sualsı tərsinədir. Is coming, gəlir. Dad. Görsənir ki, bununla bu eynidir. Dad. Gəlir də, məsələn, əd. Belə bir şey nədirsə.
That yox, sual verir. Is that coming? Sonra burada yine sual verir. Bu yəqin ki coming olacaq. Burada that, yine burada that var. İndi Z oldu. Burada bu işarə artırıldı. Bu nəsə Z anlamına gəlir. Is that coming? Is that coming mi? Çok qəribə. Is that həmin ata gəlirmi anlamında yəqin ki. Is that coming? Z orada mütləq artırılmalıymış. Bax görək. Başqa nə var? Is love coming? Ben nereden bileyim love hangisiydi? Hansıydı burada love? Bu oxşayır. Coming hansıydı bəs? Demişdi fokuslan. Mən də fokuslanmadım. Unuttum çünki. Baxaq görək. Fokusumuz necə işləyir? La və bunlar yəqin ki ola bilər. Səhvçi təbii ki. Səhv elədiyimizdə hansı oldu bu? Cavab buymuş. Demək baxaq. Bunu düz yazmışıq. Burada var imiş. Bax, yazmalıymışıq. Bura baxmalıymışıq. That is coming. Baxaq. That is coming. Deməli, coming-i əvvələ yazmalıyıq. Görük. Burada yazılır. Is coming. Bu ortaya yazılacaq. Budur. Ərəb əlifbası kimi yazılır. Sizə that. Aha, deməli biz bunların yerini dəyişməliyik. Bunu tapırıq. Z-də var axı. Bir dəqiqə. Bunu qoyuruq və yerlərini dəyişirik. Yes! Harika. A love is coming. Bildiğimiz kimi coming birinci gəlməlidir. A love is coming. Is coming bir yerde söz olacaq. Bayaq gördük. Amma sual olanda əvvələ keçirdi. Soruşanda əvvələ keçirdi. Düzdür. Bu dəfə əvvəldə olmayacaq. Deməli, yox. Əvvələ keçmirdi. Sadəcə olaraq yazı sağdan sola idi. Bunu da bir netləşdirdik özümüzdə. Deməli, bu hardadır? Buradadır. Bu hardadır? Buradadır. Və sağdan sola olduğuna görə bunların yerini dəyişirik. Səhv oldu. Dəyişməliymişik. Allah Allah, çox qərib. Write this in Hebrew. Buranı keçə bilsəydim, əlifbanı öyrənəlim. Is love coming? Sevgi gəlir. Aha, indi bu səfər tərsinə yazacağım. Sevgi gəlirmi? Çox qəribə bir şey. Əminəm ki, bu dəfə yeri dəyişiləcək. Yes, doğru. A love is coming. Bu dəfə mı yeri dəyişir? Səhvsiz göstərəcək. Deməli, bir bu idi, bir də bu idi. Görün, düz yazdıq. Bu idi, bir də bu idi. Doğru mu acaba? Yine sağ. Aynı şeyi tekrar yazacağız. Yerler değişecek. Hadi ama ya. Evet, güzel. Ahır ki. Bir günümüz bitti. I can do it. Ben bunu da bilərəm. İndi deyir ki 50 həftəyə 50 bal toplayacağım demişəm. Yəni gün ərzində 50 bal toplayacağım demişəm. 7-dən çox toplaya bilərsən. Əla. Bir də bu dəfə də 10 toplamalıyıq. 5-dən də almaz topladıq. Profil yaratmaq istəmirəm hələ ki. Və sən burada hərflər öyrənəcək. Baxaq görək bu hərflər nədir? Letters, dots and lines. Deməli ki, hərflər, nöqtələr və xətlər.
The Hebrew alphabet. The alphabet. Alphabet. Mhm. Hebrew alfabeti has letters for consonants. Yani samitlər. Consonants are sounds like k, s or m. When consonants are pronounced, deməli, samitləri tələffüz edərkən the flow of air in the mouth is restricted in some way. Demək, hardasa ağız boşluğunda hava maneə rast gəlir demək istəyir. Plus a system of dots and lines for vowels. Deməli, saitlər üçün də bizə lazım olacaq nöqtələr, xətlər və demək ki, Hebri əlifbası, İbri əlifbası samitlərdən, nöqtələrdən, saitlər üçün lazım olan nöqtələrdən və xətlərdən ibarətdir. They are pronounced with air flowing freely through your mouth. Demək, ağız boşluğuna maneəsiz axıb gedən hava ilə tələffüz olunur. Check out these letters and how we write their sounds in English. Bu hərfləri gəlin nəzərdən keçirək və necə yazılır, ingiliscə necə səslənir. Deyir ki, ingiliscində and how we write their sounds in English. İngiliscində biz onların səslənməsini necə yazırıq? Məsələn, mi sözündəki, mənə sözündəki, yəni əvəzlik var da, obyekt əvəzliyi. Mi sözündəki m kimi. Və bura nöqtə qoysaq, olacaq mi. Mi. Bildiyimiz mi kimi. Mi. Bu n. Need sözündəki need. Need təmiz demək, səhv eləmirəmsə. Səliqəli, aha. Və need sözündəki n. Ni. Çay sözündəki t. Deməli, burada i. Nöqtə olarsa i, nöqtəsizsə birinə əvvəlki samit. M, n, t. Bunlar bir-birinə bənzəyir. Deməli, bizə əvvəlcə bu üç səsi verir. N, m, n və t. M ilə t bir-birinə bənzəyir. Fərq nədədir? Deməli, m-da bu hissə var. Bu hissə yoxdur. T-da isə fərqli olaraq bu hissə yoxdur, bu hissə var. Yəni, bizim bildiyimiz n kimi gəlir. Burası qatlanır. Bizim bildiyimiz n kimi gəlir. Bura qatlanmır. Əvəzində bura qatlanır. Belədir. Biz n-ı belə yazırıq mı? T hərfidir. Və buranı qatlayır. Burası yoxdur. Və bu. Elə bir ki, m-nın xəttini götürmüşük. Olubdur n. M-nın buradakı xəttini götürmüşük. Baxın, bu xəttin buradan götürmüşük. Olubdur n. Və dərsə başlayaq. Görə bilirikmi? Əla. Bu bizim n-mızdır. Belə bir şəkil çəkirik və buradan bir xətt qoyuruq. Deməli, belə bir şey çəkirik, bir xətt qoyuruq. Mən daha doğrusu belə düşünmüşdüm. Amma demək ki, buradan belə gətirib, belə xətt qoymalıyıq və n. M. Bu nədir? M. Bunu tapırıq. Hansıydı m? Belə bir şey gətiririk. Mi. İndi isə mi.
Bayaq çəkdiyimizi çəkirik. Amma bu dəfə də nə edirik? Nöqtə qoyuruq. Mi. Mi. N. 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 Ni. Ni. Mi. Hı. M. Hı. N. Ni. Mi. Mesela. Mi. Mi. Ti. Mi. Niye lazımdı bize? Ni. 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 Bize T harfini öğrenir. Ni. Mi. M. Ti. 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 Ti harfiydi. Ti. Mit. Aha, şimdi geldi. Mit. Mesela bu neydi? Ti. Ti. Ni. Mi. Mit. Nit. Mit. Tit. Tit. Ni. Nit. Aha, böyle okunacak demek. Nit. Tit. Ni. Mi. Ben buradan böyle okudum. Nit. Sağdan sola okudum. Nit. Deməli, necə yazmalıyıq? Ni. Ni oldu bu sefer. Nit. Nit. Tit. Tit. Ni. Nöqtələr i'lərdir. M harfıydı ilk öğrendiğimiz. M. Mi harfıydı. Nöqtəli. Mi. T buydu. N budur. M. Nöqtəli ise ni. Nitini aktarırıq. Bu T de 100 de 100. 100 de olmalı bu. Hadi bakalım. Mit. Mit. Ya. Mit. Necəydi mit? Deməli bu mi. Bu da ti. And milk, bread and milk. Like you like bread and milk. You like bread and milk. Of. Hayuna ba'a. Ne? Hayuna ba'a. Ben nereden bileyim? Hayuna ba'a. Bilmiyorum. Yapamayacağım galiba. Fakat göreliyle boşta kaçıncıyım? Hala dersi başlamadığım için bilemiyorum. Bir 8'den çok dersi tamamlayandan sonra yarışa girebilirsin. Mesela profil yaratsam deyək ki 2 yaşım var. 2 yaşım var.
Neyse. Sonra kalsın. Ve çıktık buradan. Bugünlük bu kadar. Gelen görüşlere dek. İnşallah ki bu videomuz faydalı olar. Ama ben derse başlamıştım. Belə.